Qaz molekullarının sürətlərinin kvadratlarının orta qiyməti. Orta qiyməti. Qaz molekullarının sürətlərinin kvadratlarının orta qiyməti. Bu düzləməyin onu başa baxın bir. Bax, kvadratların orta qiyməti. Bax, kvadratların bu orta qiymət anlamına gəlir. Bax, belə kəs xətti seçəcəm belə. Birinci molekulun sürətin kvadratı, ikinci molekulun sürətin kvadratı, sonra nöqtələr, plus 3 nöqtə, sonra nöqtə və n-ci molekulun sürətin kvadratı bölünsün molekulların sayı. Bu düsturla qaz molekulların sürətlərinin kvadratı orta qiymətini müəyyən edir. Siz vahid də belədir, boşanlar. Metr kvadratı bölünsün saniyə kvadratı. Bu qaz molekulların sürətlərinin kvadratı orta qiymətinin fiziki anlamı var. Birbaşa temperaturla əlaqəlidir. Onu müəyyən eləmək üçün gəl əvvəlcə orta kinetik enerji nədir onu da bilək. Qaz molekullarının orta kinetik enerjisi. Orta kinetik enerji belə bax, orta kinetik enerji. Orta kinetik enerji də bərabərdir. Qaz molekullarının bax, kinetik enerjilərini toplayırsınız. Birincinin kinetik enerjisi, ikincinin kinetik enerjisi və axırıncının kinetik enerjisi hamısını toplayıb saya bölürsünüz. Bu olacaq orta kinetik enerji. Gəlin bu düsturu bunları əlaqələndirək. Baxın bir. Birincinin kinetik enerjisini belə yazıram. M0 V1 kvadratı bölünsün 2. İkinci kinetik enerji yerinə M0 V2 kvadratı bölünsün 2. Plus nöqtələr M0 n-ci molekulun sürətin kvadratı bölünsün 2 bölünsün saya. Buralarda bax, kinetik enerji tutularının hamısında M0 bölünsün 2 var. Molekulların kütləsi hamısı eynidir. Ona görə M0 bölünsün 2 mühtəzdən çıxardırıq. Belə adınır bax. V1 kvadratı plus V2 kvadratı plus Vn kvadratı bölünsün n. Bax, burada yuxarıda bax, bu nisbət, bu müəyyənləmişik qaz molekulların sürətlərinin kvadratlarının orta qiyməti. Bax, burada deyəcək qaz molekulların sürətlərinin kvadratlarının orta qiyməti M0 bölünsün V kvadratı bölünsün 2. Görürsünüz, Allah, kinetik enerjini bir sürü alaq. Bax, qaz molekullarının orta kinetik enerjisi bərabərdir M0 V kvadratı bölünsün 2. Bu oldu. Orta kinetik bir düsturu. Bir düsturu da belədir. Boltzmann yazıbdır. Kinetik orta bərabərdir 2'də 3 KT. Burada T mütləq temperaturdur. Vahidi Kelvindir. K deyirlər Boltzmann sabiti. K Boltzmann sabitidir. Boltzmann sabiti. Boltzmann sabitin vahidin bu düsturdan tapısa belə olacaq. K bərabərdir 2 kinetik orta bölünsün 3'də. Deməli, K Boltzmann sabitin vahidi belə olur. Bir orta kinetik enerjinin vahidi jouldur. Mütləq temperaturun vahidi Kelvindir. Boltzmann sabitin vahidi olur. Joule bölünsün Kelvin. Qiymət də bu qədərdir. 1,38 təcrübədən tapılıb. 10 üstü mənfi 34. Deməli, 10 mənfi 23 joule bölünsün Kelvin. Bu qiymətidir. Bu da vahididir. Oldu. Biz deməli nə elədik? Qaz molekullar sürətlərinin orta qiyməti nədir onu bildik. Kvadratlarının orta qiymətlərini onu bildik. Orta kinetik anlayışı daxil edib. Orta kinetik enerjinin 2 düsturunu yazdıq. K Boltzmann sabitinin nə elədik? Vahidini və qiymətini yazdıq. Burada bir şey də var. Onu mən sizə deyim. Bax, bir anlayışda belədir uşaqlar. Qaz molekullarının orta kvadratik sürəti. Orta kvadratik sürəti belə müəyyən ediblər. Bax, uşaqlar, alimlər. Bax, V kvadratı, V-kvın kvadratı, orta kvadratik sürətin kvadratı V kvadrat ortaya bərabərdir. Bax, qaz molekullarının orta kvadrat sürəti elə sürətdir ki, onun kvadratı qaz molekullarının sürətlərinin kvadratlarının orta qiymətinə bərabərdir. Bax, tərfi bu cür gəlir. Baxın bir. Orta kvadrat sürəti elə sürətdir ki, onun kvadratı qaz molekullarının sürətlərinin kvadratlarının orta qiymətinə bərabərdir. Bu təriflə də orta kvadrat sürəti müəyyənlənəcək. Bu bizə sonraki paragraflarda lazım olacaqdır.